ağac qatranı, qoxusu gələn sabunla, köhnə sabunlarla paltarınızı bu gün yusaz, siz o xoşbəxt olmayacaqsınız axı. Və yaxud da ki, qablarınızı mətbəxdə limon qoxusu olmayan bir yuyucu vasitə ilə yusaz, arxayın olmayacaqsınız. Təmizləndi yoxsa təmizləmir. Yağ getmir, qalıb orada. Qalsın da. Məsələ budur. Yəni siz onları aradan qaldıra bilərsiniz. Çox sadə yollar var. Yəni hər şeyin həlli var. Kimyəvi olmayan vasitələrlə, yəni istifadə edə bilərsiniz. Tamam. Amma o məmnuniyyəti yaşamayacaqsınız. Hətta təbii ətirlərdən belə bəzən deyirlər ki, təbii ətir, təbii ətir. Mən qarşıma çıxır ya TikTokda, ya Instagramda kimsə ətir satır, deyir bizdəkilər sintetik deyil, naturaldır. Mümkün deyil. Mümkün deyil. Natural ətirlər. Var ümumiyyətlə natural ətir? Var, bu natural ətir istehsal edən. Natural ətir yağdır yoxsa? Hə, nələrinsə yağlarını. Amma həyatda olan natural maddələrin özü kimyəvi birləşmə deyilmi?